Deməli, getdik məhkəmə islahatına. Məhkəmə islahatında əsas diqqət yönəlmişdir qazi vəzifəsinə təyin olunacaq din xadimləri. Ki, bu vəzifəyə layiqli din xadimləri təyin olunmalıdırlar. 1. Suriyyədə 30 il. 30 illik iddia sənədləri ləğv edildi. Çünki iddia sənədləri şikayət ərzlərində yığılmışdı qalaq-qala. Biri gəlib şikayət verəndə, şikayət ərzəsi verəndə kiməsə deyir ki, buna bax, burada hələ bu qədər şeylər var. Amma halbuki bəlkə də o sənədin içində şikayət verən şəxs artıq çoxdan ölüb, sümüklər sürüyüb. Sadəcə saxlayırlar, nədən müşkət alsınlar. Deməli, qazi vəzifəsinə layiqli din xadimləri 30 illik iddia sənədləri ləğv olunur, həmçinin qazilərdən qəbz alınırdı. Qayda qanuna riayət edəcəkləri barədə. Ki, sabah deməsin ki, mən söz verirəm ki, konkret yazılı şəkildə kağız var, qardaş var, sən söz verirsən ki, qanunlara, qayda qanunlara hamısına riayət edəcəksin. Amma indi eləmirsən. Ölü qışmı gözündə yəqin çoxunlar ki. Sonra bir də bu məhkəmə islahatında alqı-satqı məsələsində qayda qanunda yaradılır. Bir də məhkəmə islahatı yarımçıq keçirilir. Biz yuxarı sinifə gəlib çıxanda 1866-cı ildə görəcək ki, Ruslar da bizdə məhkəmə islahatı keçirirlər. O, həmən islahatı yarımçıq qalır. Tam keçirilmir, axırıya keçirilmir. Mesela qismət bölümü. Məhkəmə islahatı keçirilmir. Ticarət. Ticarətdə vahid pul sistemi yaradılır. Ölçü, çəki vahidləri sabitləşdirilir. Karvan yollarının mühafizəsinin diqqəti artırılır, bir də karvansalar tikilir ki, ticarət canlansın. Deməli, vahid pul, ölçü, çəki sistemi yaradılır. Vahid pul, ölçü, çəki sistemi kimin, hansı hökmdarın dövründə biz keçmişik? Sinşuxanlı. Sinşuxanlı 1, sonra? Sonra Məlikşah. Məlikşah. Məlikşah 2. Keçdiklərinin səsindən ən qabarıq pullardır. Karvansalar tikilir, sonra bir də ticarət yollarının mühafizəsinin diqqət artırılır. Bir də gömrük yığılması işi qaydaya salınır. Dini islahat. Dini islahat, buna əslində mən islahat demirəm, Hədis islahat kimi verir bunu. Tədbir idi əslində onun içərisində, o nəysə. Dini islahatda adam İslam dinini qəbul edir və İslamı dövlət dini elan edir. Niyə? Bax, bu məqsəd nədir? Bayaqlar danışanda islahatların məqsədi demişdim ki, adamın məqsədlərindən biri də yerli feodalları öz tərəfinə çəkmək, onları öz dayağına çevirməkdir. Bax, Qazan xana qədər yerli feodalları Hülakü xan sıxışdırırdı. Canişinlik dövründə Arqun ağa sıxışdırırdı və onların Monqolların asılılığını təmin edirdi. Düzdürmü? Amma ilk dəfə olaraq Qazan xan yerli feodalları özünə ittifaqa cəlb edir. Ki, yerli əhali deməsin ki, zülm olunanda belə də, yerli əhali deməsin ki, bu Monqoldur, bütpərəstdir, bizdən olsa, müsəlman olsa bu zülmü bizə eləməz. Düzdürmü? Bir növ elə bir ki, hökmdar ayrı millətdən olanda, ayrı dindən olanda əhalidə bir qıcıq yaradır. Bu qıcığı filan aradan qaldırmağa sonra adam İslam dini qəbul edir, özünə Mahmud adını götürür. Beləliklə, yerli əhalini özünə ittifaqa cəlb edir. İslam bir də Mahmudabad şəhəri saldırmışdır. Bu onu deyir, İslam dininin dövlət dini elan edilməsi hansı hökmdarın ortaq cəhətdir? Hamı fikirləşir. Qarafanda Satıq Buğra, yadınızdadır. Sonra dövlət olmasında Səlcuqlarda qınıqlar, Səlcuq bəy, yadınızdadır sərgər. Sonra Qızıl Orduda Özbək xan, aydınmı? Onların ortaq cəhətdə bu. Sonra yeni dinin qəbul edilməsi kimin ortaq cəhət ola bilər? Konstantinlə 313-cü, Urnayevlə 313-cü, sonra Hlodviklə 6-cı əsr. Yadında deyil hansı qəbulda, amma düşmüşdür. Hlodvik və Qazan xanın ortaq cəhəti qəbulda düşmüş suallar. Yeni dinin qəbul edilməsi. Yəni, dövlət dini elan edilməsi. Belə bir şey var. Nəysə, bunun islahatlarının nəticəsi dövlətin labüd tənəzzülünün qarşısı alındı. Məsələn, Qazan xan bu islahatı keçməsəydi, bəlkə də belə deyək də, dövlət 1357-də yox, 1310-da fonda sübut edirlərdi. Amma bu islahatların nəticəsində sanki dövlətə yeni bir nəfəs gəldi. Dövlətin ömrü uzandı.
Bundan sonra hakimiyyətə heç kim keçməyək. Burada bəzi şeyləri qaçıraq dedim, qeydlər eləmək istəyirəm. Məsələn, torpaq islahatının torpaqların adını çəkdir. Vergi islahatında bəzi vergilər var ki, bunlardan danışmadım. Monqolların dövründə deməli, tamğa, sərgərinin alınırdı, bac, tacirlərin alınırdı, qopçur, otlaq sahəsinə görə alınan vergini sonra can vergisinə çevrilmişdi. Qazan xanın din islahatına görə qopçur vergisi ləğv olunmuşdur. Bax, bunu da qeyd edelim. Qaldı, keçdik, deməli, artıq üçüncü bizə məlum olan. Məhəmməd Olcaylı. Buna hakimiyyəti 1304-1316-cı ildə. 1. Qazan xan islahatlarını davam etdirir. Yəni, qardaşının başladığı islahatlar, onu davam etdirir.